Hər vaxtınız xeyir. Efirdə ASTV İqtisadiyyat, studiyada mənəm Sədaqət Süleyman. Bu ilin 5 ayında 170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Onlardan 65 min şəxs münasib işlərlə təmin olunub, 322 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünə məşğulluq proqramına cəlb edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Bildirilib ki, 7300 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. 97500 şəxsə isə peşə yönümlü xidmətlər göstərilib. Azərbaycanda İslam bankçılığı inkişaf etməyə başlayır. Artıq ölkədə bu maliyyələşmə aləti çərçivəsində ilk kreditlər verilib. Hazırda qanunvericilik bazası üzərində iş davam etdirilir. İslam bankçılığı ilə bağlı yeni qanun layihəsi hazırlanır. Mərkəzi Bank tərəfindən hazırlanan qanunvericilik bazası artıq müvafiq dövlət qurumlarına təqdim olunub. Sorğular cavablandırıldıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq. Bu qəbul olunduqda ölkəmizdə əlavə olaraq, yəni birlikdə 8 dənə İslam maliyyə məhsullarının təqdim olunması gözlənilir. Yəni bu günlərim hal-hazırda 2 məhsul var. Biri əhalidən vəsaitlərin cəlb olunması yolu olan müdaribə məhsulu, digəri isə sahibkarlıq subyektlərinə təqdim olunan, yəni onların həm dövriyyə vəsaitlərinə, əsas vəsaitlərinə verilən murabaha məhsulu. Amma gələcəkdə icarə məhsuldur, salamdır. Belə deyək ki, yəni əhalinin ev əldə etmək müxtəlif yollarla bu alətlərdir. Yəni bu yeni bir qapılar açır. Hazırda ölkənin sistem əhəmiyyətli 2 bankı pilot olaraq İslam bankçılığının tələblərinə uyğun sistemə daxil edilib. Həm əmanət, həm də kredit məhsulu üzrə ilk tranşda həyata keçirilib. Eləcə də İslam bankçılığının tələblərinə uyğun maliyyə icarəsi, maliyyə lizinqi sahəsində də fəaliyyət genişlənməkdədir. Artıq bir şirkət bununla bağlı fəaliyyətə başlayıb. Bu da əhaliyə imkan verir ki, avtomobildir, kiçik istehlak məhsullarıdır, deyək ki, telefonda bu və ya digər şəkilləri İslam şirkətlərindən əldə eləsinlər. Və ölkəmizdə artıq qəbul olunmuş maliyyə icarəsi, Milli Məclisin keçən qanunu isə bizə imkan verir ki, İslam maliyyə icarə, belə deyək ki, şərtlərini daha asan bir şəkildə tətbiq edə bilər. İslam bankçılığının ənənəvi banklardan fərqinə gəlincə, İslam bankçılığında kreditləşmə zamanı bank sahibkarla tərəfdaş rolunda çıxış edir. Gələcək ortaqlıq qazancında sahibkardan faiz deyil, ortaqlıq qazancından hissə payı alır. Qeyd edək ki, dünyada İslam maliyyə alətlərinin həcmi ildən ilə artır. İslam maliyyə alətləri dünya bazarında 4,5 trilyon dollardan çox vəsait idarə edir. 102 ölkədə 2500-ə yaxın maliyyə institutu tərəfindən İslam bankçılığı tətbiq olunur. Əli Rızayev, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Valyuta bazarlarındakı göstəricilərlə davam edirik. Həftənin ilk günü beynəlxalq valyuta bazarlarında avro, funt və yuanın möhkəmlənməsi müşahidə olunur. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi sabit qalsa da, avro, rubl və yuan manata nisbətən bahalaşıb. Monitorlara diqqət yetirək. Avro-dollar cütlüyü ilə başlayaq. Avro-dollar qarşısında 0,30%, funt sterling isə dollar qarşısında 0,16% dəyər qazanıb. Dollar Türk lirəsinə qarşı isə 0,4% dəyər artırıb. Rus rubluna qarşı isə 0,30% bahalaşıb. Hər iki valyutaya qarşı möhkəmlənən dollar Çin yuanına qarşı 0,8% dəyər itirib. Kriptovalyuta bazarında müsbət dinamika davam edir. Son 24 saatda qlobal kriptovalyuta bazarının kapitallaşması 1,75% artaraq 2,24 trilyon dollara yüksəlib. Bazarın aparıcı aktivləri Bitcoin və Ethereum bahalaşıb. Bitcoinin qiyməti 65.600, Ethereum'un qiyməti isə 1715 dolları ötüb. Binance Coin'in qiymətində də artım qeydə alınıb. Qızıl əsaslı rəqəmsal aktivlərdə də yüksəliş trendinə qoşulub. Pax Gold və Tether Gold tokenləri son sutkada 2%-dən çox bahalaşaraq 4300 dollar həddini keçib.
MT bazarlarında əlvan metalların qiymətində artım var. New York'un COMEX birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin avqust fütureslərinin dəyəri 3,3% artaraq 4238 dollar 80 sentə bərabər olub. Gümüşün qiymətində bahalaşma daha yüksəkdir. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin iyul fütureslərinin qiyməti 6,21% artaraq 67 dollar 97 sent təşkil edib. Yaxın Şərqdə gərginliyin azalması fonunda qlobal enerji qiymətləri aşağı enib. Brent markalı neftin avqust fütureslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4 dollar 3 sent və ya 4,61% azalaraq 1 barel üçün 83 dollar 30 sent təşkil edib. Texas markalı neftin iyul füturesləri isə 4 dollar 32 sent və ya 5,9% ucuzlaşaraq 80 dollar 56 sent səviyyəsinə düşüb. Asiya fond birjaları həftəyə son ayların ən kəskin yüksəlişi ilə başlayıb. Bu sıçrayışın arxasında dayanan əsas amil isə Vaşinqton və Tehran arasında geosiyasi gərginliyin yumşalacağına dair yaranan böyük gözləntilərdir. Yaxın Şərqdə regional sabitliyin bərpa olunacağı və Hörmüz boğazında təhlükəsizliyin təmin ediləcəyi ehtimalı bazarlara güclü nikbinlik gətirib. Dünya mediası bunun səbəbini ABŞ və İran arasında yeni bir sazişin imzalanacağının an məsələsi olduğu ilə izah edir. Sazişin imzalanması xəbəri dərhal investorların risk iştahını artırıb. Yəni, reaksiya özünü çox gözlətməyib. Regionun ən nəhəng birjalarından olan Yaponiyanın Nikkei 225 indeksi dərhal 5,41% dəyər qazanıb. Cənubi Koreyanın Kospi indeksi də böyük artımla 5,2% bahalaşıb. Asiya bazarı digərlərindən daha sürətlə irəli qalxıb, böyüyüb. Səbəb Asiya bazarının ümumiyyətlə bu cür xəbərlərə daha həssas olmasıdır. Orada enerji istifadəsi, ixrac yönümlülük, istehsal daha güclüdür və bir də bu ümumilikdə Asiya bazarının həmişə daxili konjunktur səbəbidir ki, onlar belə xəbərlərə istər negativ, istər pozitiv mənada daha tez reaksiya verirlər. Avropa və ABŞ bazarları isə həm biraz əvvəldən qərar verirlər. Onlar əksər riskləri biraz əvvəlcədən inteqrasiya etməyə bacarırlar. Həm də daha ədalətli belə bir qərar verirlər. Saziş gözləntisi təkcə səhəm bazarlarına deyil, enerji sektoruna da birbaşa təsir edib. Təchizat risklərinin azalması fonunda dünya bazarında xam neft qiymətləri ucuzlaşmağa başlayıb. Eyni zamanda qlobal bazarda ABŞ dolları zəifləyib, mis və digər sənaye xam malları isə bahalaşıb. ABŞ və İran arasında ilkin razılaşma təkcə Asiya deyil, ümumiyyətlə bütün birjalarda yüksəlişə səbəb olubdur. Belə ki, neft qiymətlərinin aşağı düşməsi, investorların olan etimadın artması, istehsal qərarlarına da təsir edib. Bu ciddi şəkildə investorlar da daha çox rahat bizneslərə invest edirlər və bu təbii ki, tələbi artırır, şirkətlərin bazar dəyərini qaldırır, eyni zamanda canlanma yaradır iqtisadiyyatda yenidən və bu barədə optimizm yaradır. Sırf bu optimizm üzərində bütün birjalar qalxıb. Ekspertlər deyir ki, bu yüksəlişin davamlı olması birbaşa diplomatik addımlardan asılıdır. Əgər rəsmi razılaşma ləngiyərsə, bazarlarda yenidən dalğalanma qaçılmaz ola bilər. Elnarə Həsənova, ASTV İqtisadiyyat. Bakıda torpaq bazarında qiymətlər yenidən bahalaşıb. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayış evlərinin inşasına marağın artması bazarda canlanma yaradıb. Hazırda ən çox tələb olunan çıxarışlı torpaq sahələridir. Əmlak bazarının mütəxəssisləri bu qənaətdədir. Bildirirlər ki, əhali ev tikdikdən sonra kommunal xəttlərin çəkilməsində problemlə üzləşməmək üçün sənədləri qaydasında olan torpaq sahələrini almağa üstünlük verirlər. Torpağın çıxarışı təyinatı mütləq şəkildə yaşayış məntəqələri torpaqları olmalı. Daha sonra isə inşa olunacaq fərdi yaşayış evinin layihəsi çəkilməli. Təsdiq olunmuş layihə aidiyyəti üzrə rəsmi dövlət qurumlarına yönəldikdən sonra vətəndaş həmin çıxarışlı torpaq sahəsi üzərində fərdi yaşayış evini inşa edə bilər. Başqa bir tərəfdən isə çıxarışsız torpaqlar üzərində inşa olunmuş fərdi yaşayış evləri hər hansısa bir kommunal xətlərlə təmin olunmur. İşıq, qaz, su və digər kommunikasiya xətləri çıxarışsız fərdi yaşayış evlərinin çəkilməsində qadağan olunmuşdur. Aparılan hesablamalara görə ötən ay paytaxtın torpaq bazarında orta qiymət artımı 2,4% təşkil edib.
Ən çox bahalaşma Xəzər rayonunda qeydə alınıb. Təkcə may ayında bu rayonun ərazisində torpaqların qiyməti 3,6% artıb. Bahalaşma siyahısında Sabunçu, Suraxanı, Binəqədi və Qaradağ rayonlarının da adı var. Ekspertlər deyir ki, hər il ənənəvi olaraq yaz-yay mövsümündə torpaq bazarına tələbat artır ki, bu da bəzi işbazların qiyməti yüksəltməsi ilə nəticələnir. Tələbatın artması isə şəhər ətrafı ərazilərə marağın çoxalması, fərdi ev tikintisinin genişlənməsi və infrastruktur layihələrinin sürətlənməsi ilə əlaqələndirilir. Yeni qərardan sonra artıq çıxarışı olmayan torpaq sahələrinin tələbatının azalması, onların satış qiymətlərinin enməsinə, tam əksi olaraq isə çıxarışlı torpaqların da satış qiymətlərinin kəskin artmasına gətirib çıxarmışdır. Ərazilərə görə torpaqların qiymətləri müxtəlifdir. Hal-hazırda paytaxt Bakı, Abşeron və digər ərazilərdə çıxarışlı torpaqların bir sotu ortalama 5.000 manatdan başlayaraq bir neçə 100.000 manat arası dəyişə bilir. Bahalaşma ilin sonuna qədər davam edərsə, torpaq sahələri və tikintinin ilkin mərhələsində olan layihələr investorlar üçün ən gəlirli istiqamətlər olaraq qalacaq. Elnurə Hüseynli, Sabir Bilalov, ASTV İqtisadiyyat.